Vətən uğrunda canından keçərək adını Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırmış Teymur Zauroğlu Hacıyev 1991-ci il yanvarın 28-də Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olub. O, 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam-orta məktəbinin 1-ci sinfinə daxil olub. 2008-ci ildə həmin məktəbdən məzun olub. O, səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ən sayılı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vuraraq, elə həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində gizirlik kursunu keçərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ən sayılı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. Azərbaycan ordusunun baş giziri olan Teymur Hacıyev 2020-ci il sentyabrın 27-sində Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Hacıyev oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhid baş gizir Teymur Hacıyev doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbirstanlığında izdihamla dəfn olunub. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Teymur Hacıyev ölümündən sonra vətən uğrunda döyüşdə fərqlənməyə görə Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.